Metropolitende həyata keçirilən önəmli layihə doğrudur, çətinliklər yaradacaq, amma bu elə bir layihədir ki, zəruridir. Yəni olmazsa olmaz. Çətinlikləri minimuma endirmək üçün müəyyən tədbirlər həyata keçirilir, monitorinqlər həyata keçiriləcək və lazımi qərarlar qəbul ediləcək. Layihənin icrası müddətində, hansı ki bu müddət 10-11 ay götürülüb, sərnişin tələbatının qarşılanması üçün ekspres marşrut xətləri fəaliyyətə başlayacaq. Sərnişinlərə başqa tövsiyələr də var, ətraflı sujetdə. Tikinti müddətində bəzi istiqamətlərə metro ilə getmək mümkün olmayacaq. Bu zaman sərnişinlərin qarşısına başqa bir sual çıxır. Bəs bu istiqamətlərdə metro ilə hərəkət mümkün olmayacaqsa, sərnişinlər necə gedib gələcək? Sərnişinlərdən əsas xahişimiz metrodan daha çox eyni xətt daxilində səfərlər üçün istifadə etmələrdir. Əgər səfəriniz metro ilə rahat tamamlanmırsa, birbaşa yerüstü nəqliyyatdan istifadə etməniz daha məqsədə uyğun olacaq. Yəni tikinti dövründə siz Həzi Aslanovdan İçəri şəhər istiqamətində rahat səfər edə biləcəksiniz. Amma Həzi Aslanovdan Nizami Dərnəgül və ya Xocasən 8 noyabr istiqamətində birbaşa metro ilə hərəkət etmək mümkün olmayacaq. Bu müddətdə sərnişinlərin gediş-gəlişini təmin etmək üçün 6 alternativ marşrut fəaliyyət göstərəcək. M1 nömrəli marşrut Elmlər Akademiyası 28 may, M2 İnşaatçılar Nizami 28 may, M3 20 yanvar Nizami 28 may, M4 20 yanvar Koroğlu, M5 20 yanvar Gənclik, M6 isə Elmlər Akademiyası Gənclik istiqamətində hərəkət edəcək. Sərnişinlər gedəcəkləri ünvana uyğun olaraq bu marşrutlardan istifadə edə biləcəklər. Aytan Mustafayeva, Məriyin Qlablı, ATV Xəbər.